tamaşaçılara vəd verdim ki, bugün elə bir şəxsi dəvət edəcəm ki, bura. Burada əyləşən iki xanımla da küsülüdür. Və bəli, iki xanımla da küsülüdür. Hər iki söz-söhbətin təməli elə günah uğurla verilişində olduğuna görə mən istədim ki, elə günah uğurla verilişində də o barışıq baş tutsun. Az öncə söylədim, 2 günlük dünyadır, mehriban olmaq lazımdır. Biz bu dünyadan keçəndə nə malımızı, mülkümüzü, heç bir şeyimizi apara bilməyəcəyik. Biz bu dünyadan keçəndən sonra desinlər ki, o yaxşı insan idi, o şərəfli insan idi. Allah Teala ancaq yaxşı günlər qismət eləsin. İstəyirəm ki, elə Ofelia, zəhmət olmasa sən gəl. Gəl. Yalçın, bax, əvvəl başdan deyirəm mən sənə. Yəni kimsə gəldi, oradan mən heyvandılığından qorxuram. Bugün qalmaqal yoxdur. Yox, qalmaqal yox, oradan birdən nəmləsi mən heyvandan qorxuram. Heyvan deyil, kimsə küsülüdür, heyvan küsülü olacaq. Yox, elə deyib, yəni alladıb məni çağırar. Ondan sonra bir də inciməm, verilişinə heç vaxt gəlmərəm, yəni onu deyirəm. Aldatmaq yoxdur. İlan çıxar oradan. Aldatmaq yoxdur. Deyə Allah haqqı. Sən gözlə, mən gedim gətirim. Yəni ilan çıxsa mən demişəm. Zəhmət olmasa, sən belə deyən. Elmirə tərəf bax, zəhmət olmasa, mən də gedib həmişə. Elmirə baxanda oxumaq istəyir. Bunu mən istədim. Çox sağ olun ki, bugün sonsuz əzabına dözmək çətin. Eşkin bir dəryadır, üzmək çətin. Sonsuz əzabına dözmək çətindir. Eşkin bir dəryadır, üzmək çətindir. Sənsiz bu dünyada, sənsiz bu dünyada, sənsiz bu dünyada yaşamaq çətindir. Sənsiz bu dünyada, sənsiz bu dünyada, sənsiz bu dünyada yaşamaq çətindir. Bacara bilmirəm, bacara bilmirəm, bacara bilmirəm özümə. Bacara bilmirəm, bacara bilmirəm, bacara bilmirəm özümə. Təşəkkürlər, xoş gəlmişsən Kəmalə. Salamlayıram hər birinizi, ekran qarşısında əyləşən tamaşaçıları salamlayıram. Dəyərli həmkarlarımızı salamlayıram, hər kəsi burada salamlayıram. Deməli, Yalçın, sənə bir dənə söz deyim, sən suaba batdın, sözün əsli mənasında suaba batdın. Nə bilim, mən belə düşünürəm ki, Ofeliyadır, mənim uşaqlıq, biz böyüməmişik hələ. Bugün 2 müğənni yox, 2 uşaqlıq dostu barışdı. Həqiqətən, biz uşaqlıqda da belərdik, küsürdük, nə bilim, 3 gün, 5 gün bir-birimizə nələr deyirdik, sonra təzdən barışırdıq. Yalçın, mən bilirəm ki, and olsun Allaha, yəni Kəmalə atmacalar atanda da bilirdim ki, niyə cavab vermirdim, bilirsən, o bilirdim ki, istədiyindən bir-bir nə desin, darıxı baxı mənim üçün. O darıxdığını o cür bir üzə verirdi. Mən uşaq da ölümüm, mən 18 ilini tanıyıram. Mən heç kimə cavab verməmişəm. Yeganə Ofeliyadır ki, ona onu atmacalarından verirdim ki, o darıxdı. Hər zaman mehriban olun. Bax, şəxsən mən bugün qürur duyuram ki, 2 nəfəri barışdırdım. Çox sağ ol. Amma Kəmalə, etiraf eləyək ki... Mən daxilən elə lap belə dərindən küsməmişdim. Kəmalə, etiraf eləyək ki, günah uğurla verilişində bir açıqlama elədin. Bu açıqlama da Ülviyə Namazovanın xəttinə dəydi. Ülviyə Namazova da biraz sənə incikdi. Mən istəyərdim ki, Ülviyə Namazovanı da bir qucaqlayıb bağrına basasan.
Biz Ülviyə xanımla, mən yenə də deyirəm, biz Ülviyə xanımla bizim elə böyük Danışıq eləmə. Problemimiz- Gəl Ülviyə Namazova ilə də bir qucaqlaş. Yox, Gəl, yox, bir gəl, dəqiqə, gəl, bir gəl. dəqiqə deyəm. Məndən sonra Yox, açıqlama bir dənə verəcəksən söz ki, deyim, Kəmal. bir dənə söz deyim, bir dənə söz deyim. Bax, Ülviyə xanım özü burdadır. Məndən inciliyim. Gəl Ülviyə. Mən inciliyim var idi. Sənə zəng elədim, danışdıq Çerezofeylə. Biz yəni danışmışıq. Əsas odur ki, barış olsun, qucaqlaşın, bir-birinizi qucaqlayın. Mən düşman deyiləm, heç kimdən. Ülviyə bizim qalmaqalımız olmayıb. Yüngül bir nüanslı mən fikrimi bildirmişəm. Onda O da efirdə olmuş. söhbət eləmişik, çıxıb gedib. Yəni mən Ofeliya ilə istəyirəm, Ofeliya ilə bağlı bir-iki nüanslar var ki, onları nəzərə çatdırım. Bəli, mən Ofeliyadan incimişdim, sözün əsl mənasında. Çox adam onu şov bilir. Yəni deyirlər, nə bilim, nə edirsiniz, artistlik edirsiniz. Xeyr, bu həqiqətən yəni doğru idi. Ofeliya düşünmüşdü ki, mənim xətrimə dəyməz. Amma deyir, oman yerdən küsəllər. Həqiqətən incimişdim. Amma o məsəl üçün canlılarda, efirlərdə dediyim sözlər ürəklə demirdim. Yəni əsəbdən deyirdim ki, yəni Ofeliya yox. Ona görə məsələn Ofeliya cavab yox. vermədim. Ona görə inan Yalçın, and olsun Allaha mən ona görə cavab vermədim. Allahdan ötəsi var. Niyə cavab vermədim? O mənim üçün darıxdığına söz atır ki, mən də atım. Mən onu bilirəm, amma bir şey deyim, Kəmalə mənim şəxsiyyətimə toxunmadı. Yəni ona görə, yəni Kəmalə mənim üçün yenə də Kəmalədir, bacımdır. Çünki heç vaxt mənim ailəmə toxunmadı. Mənlə mübarizə apardı, mənə sözünü dedi. Dedi, sən mənim qəlbimə dəydin, sən mənə söz atdın. Yəni bu cür danışır da, söz atmaqlarında eybiyot verilişdən sonra söhbət eləyərik.